Birinci başlayaq 26-cı sual. Deməli, qlükozanın və ribozanın nisbi molekul kütlələri arasındakı fərq. Qlükoza bilirik C6H12O6-dır. Riboza isə C5H10O5-dir. Bunlar arasındakı fərq bir dənə karbon, iki dənə hidrogen, bir dənə oksigenin fərqidir və bu kütlə fərqi də olacaq 30. X bərabərdir 30-a. Keçdik 27. 27-də 1 mol X maddəsi reaksiyaya girəndə Y litr və bu uyğunluğu müəyyənləməliyik. Biz bilirik ki, 1 mol sink qələvi məhlulu ilə reaksiya daxil olduqda 1 mol hidrogen, yəni valentliyinin yarısı qədər hidrogen qaz əmələ gətirir. Yəni 22,4 litr. 1 mol alüminium 1,5 mol, yəni 33,6 litr. 1 mol silisium isə 2 mol, yəni 44,8 litr hidrogen qazı əmələ gətirir. Ətraflı yaz tələb edən suallar 30. 28-ci sual daha doğrusu. 2 litr, həcmi 2 litr olan qabda N2-3H2-2NH3 reaksiyası gedir. Əgər hidrogenə görə sürət 0,9-dursa, M-i və alınan ammoniakın kütləsini müəyyən edin. M burada nədir? Azotun mol miqdarının zamandan asılılıq qrafiki verilib. Azotun mol miqdarı 1 moldan M-ə düşüb. İndi görək nə qədər sərf olunub. Əgər hidrogenə görə sürət 0,9-dursa, onda azota görə sürət ondan 3 dəfə az olacaq, yəni 0,3 olacaq. Onda azota görə sürət 0,3-dürsə və zaman 10 saniyədirsə, qabın həcmi 2 litrdirsə, onda sərf olunan azotun mol miqdarını tapaq. Onda sərf olunan azot bərabərdir 10 vurulsun 2 vurulsun 0,3. Bu da eləyir, deməli 0,6 mol. Onda azot 0,6 mol sərf olunubsa, 0,6 sərf olunanda gəlib düşəcək 0,4-ə. Deməli, azotun sərf olunan miqdarı 0,6 oldu. 1 mol azot sərf olunanda 34 qram ammoniak alınırsa, 0,6-da X. Bu da eləyəcək 20,4 qram. 20,4 qram. Keçdik 29-cu suala. M qram doymuş aldehidin gümüş piroksidin ammoniakda məhlul ilə qarşı təsiri zamanı 54 qram gümüş və 15 qram üzvü maddə alınır. M və aldehid molekulundakı karbon atomlarının hibrid orbitallarının sayını müəyyən edin. Deməli, biz bilirik ki, aldehid gümüş piroksidlə reaksiya daxil olduqda nə alınırdı? Karbon turşusuna çevrilirdi. CnH2NO2 plus 2 mol gümüş əmələ gəlir. Bu zaman 14N plus 16 qram deməli aldehid reaksiya daxil olduqda 2 vurulsun 108, yəni 2 vurulsun 108 qram gümüş əmələ gəlir. Və 14N plus 32 qram da turşu əmələ gəlir. İndi burada M verib, turşunu 15 verib, bunu da 54 verib. Onda buradan bu tənasübdən 15-ə 54, 14-dən plus 32-ə də 216. Tənasübü bu tərəf 4 dəfə artırsa, onda bu tərəfi də 4 dəfə artacaq. 14-dən plus 32 bərabərdir 60-a. 14-n bərabərdir 28-ə. M bərabərdir 2-yə. Deməli, M-i tapın. İndi baxaq burada. Biz artıq müəyyənlədik ki, N neçədir? Deməli, 2-dir. N yerinə 2 yazsam, olacaq. Bu maddənin emiri olacaq 44. Deməli, onda yazıram. 44 qram aldehid reaksiya daxil olanda 216 qram gümüş əmələ gəlibsə, onda M qramda 54. Bu da eləyəcək 11 qram. Deməli, M-imiz 11-dir. Yəni, birinci cavabımızın birinci hissəsi 11-dir. İkinci hissə cavabımız
molekundakı karbon atomlarının hibrid orbitalları. Bunun molekunda C2H4O idi. Molekundakı karbon atomlarının hibrid orbitallarının sayı dedikdə bilirik ki, aldehidlərdə karbonlardan biri sp2-dir. Yəni karbonların birində 3 dənə hibrid orbitalı var. Digəri sp3-dür. 4 üstə 3 7 dənə. Bərabərdir 7 dənə hibrid orbitalı. Davam eləyək. 3,6 qram alkanın tam yanması zamanı alınan karbon qazının kütləsi suyun kütləsindən 5,6 qram çox olur. Deməli, alkanın molekulundakı karbon atomlarının sayını və sp3 S örtülməsindən yaranan rabitələrin sayını tapın. İndi gəlin baxaq. Alkanın yanması zamanı biz bilirik ki, alkanlar yanan zaman M 1 mol alkan yanan zaman M mol karbon qazı və M plus 1 mol su alınır və 3M plus 1 bölünsün 2 mol oksigen sərf olunur. 3,6 qram alınanda deməli, alkan yanında da karbon qazının kütləsi suyun kütləsindən 5,6 qram çoxdur. Yəni, bunlar arasında kütlə fərqi 5,6-dır. Onda 14M plus 2 qram alkan yananda alınan məhsullar arasındakı kütlə fərqi 44N çıxılsın 18N plus 18. Yəni 44N-dən çıxıram 18N plus 18, bu deyilir 18N minus 18. Bu deyilir 26N minus 18. Burada yazıram 26N minus 18. Ondan sonra yazırıq burada 5,6 vurulsun 14M plus 2 bərabərdir 26M minus 18 vurulsun 3,6. Bu vergülləri açsaq buradan. Deməli, olacaq 56 vurulsun 56 ilə 36-nı ixtisar yaparsaq 4-ə. Burada qalar 14 vurulsun 14M plus 2. Bu da bərabərdir 26N minus 18 vurulsun 9. Bu da eləyir 196M plus 28 bərabərdir 9 6'nın 54 234 N plus 72. 234'ten 96 çıxanda eləyir 38 M bərabərdir. Bir dəqiqə. Sıxın inşallah. 25 eləyir müəllim. Buradan eləyir deməli 38 N bərabərdir. Bir dəqiqə. 18 inşallah burada bağışlayın. 9 vursun 18 162 eləyir burada. 162 28 eləyir 190. N də bərabərdir 5 eləyir burada. Deməli M5'dir. Deməli alkan molekulunda karbon atomu C5H12'dir. Karbon atomlarının sayı 5'dir. sp3 örtülməsindən yaranan rabitələrin də sayı 12 eləyəcək. Bura qədər aydındır hamıya. Keçək ikincinin izahlarını. Ümumi sınaq 2 imtahan. Bir dəqiqə deməli. Hansı reaksiyalarda alınan mürəkkəb maddənin əmələ gəlmək istəyi ədədi qiymətcə reaksiyanın istilik effektinə bərabərdir. Deməli, yada saxlamaq lazımdır ki, kimyəvi reaksiyanın istilik effekti mürəkkəb maddənin əmələ gəlmək istəyinə bərabər olar. O zaman mürəkkəb maddənin əmsalı 1 olsun və reaksiyanın sol tərəfində götürülən maddələr bəsit halda olsun. Deməli, burada C2H ki, bəsit halda deyil, ona görə çıxırıq. Burada əmsal 2-dir, bunu çıxırıq. Əmsal 2-dir, bunu çıxırıq, çünki bərabər olmayacaq. Burada isə bəsit maddələri götürmüşük. Da yalnız 2 olacaq. Oksidlərin növləri. Qarşı oksid dəmir CO4, əsası oksid barium oksid, turşu oksidi N2O5.
Burada dəmir 2O3 ilə berilyum oksid amfoterdir. Ona görə heç birinə getmədi bu. 222 qram kalsium karbonatın parçalanması zamanı alınan bərk qalıqda kalsium oksidin kütlə payı 14%-dir. Gəlin təsəvvür edək ki, 222 qram kalsium karbonatdan M qramı parçalanıb, onda 222 minus M-i parçalanmayıb, sonda bərk qalıqda qalıb. Onda uşaqlar belə bir qeyd eləmək olar ki, kalsium karbonat parçalandıqda nəyə çevrilir? Kalsium oksidə və karbon qazına. Bunun 100 qramı parçalananda 56 qram bundan alınır, 44 qram bundan. Deməli, M qramı da parçalananda 0,56 M kalsium oksid, 0,44 M karbon qazı alınır. Onda son qarışığımızda bərk qalıqda, yəni karbon qazı buradan ayrılıb gedir. Deməli, bərk qalığımızda nə qalacaq? Kalsium karbonatın parçalanmayan hissəsi 222 minus M və alınan bərk qalıq kalsium oksid, yəni 0,56 M kalsium oksid. Bu da kalsium karbonatın parçalanmayan hissəsidir. İndi gəlin biz deyir ki, burada bərk qalıqda, alınan bərk qalıqda kalsium oksidin kütlə payı 14%-dir. Onda 0,56 M-i bölürəm bunların cəminə. 222 minus M ilə 0,56 M-in cəmi 222 minus 0,44 M eləyir. Bərabərdir 14%, yəni %14-ə. %14-ə bərabərsə bu çarpaz vursaq 56 M bərabərdir 14 vurulsun 222 minus 0,44 M. 14 ilə çarparsan 4M. 4M bərabərdir 222 minus 0,44 M. Buradan da M-i tapsaq M bərabər eləyəcək 50-yə. M 50-dirsə, onda alınan bərk qalıqda qalan kalsium karbonatın kütləsi 222 minus 50, yəni 172 və alınan karbon qazı da 0,44 M, yəni 0,44-ü vursam 50-yə, bu eləyir 22 qram. 22 qram kalsium karbon qazı da 0,5 moldur. Çünki karbon qazının emeri 44-dür. 22-ni 44-ə bölsəm yarım mol eləyir, 0,5 mol. 0,5 molda 11,2 litrdir. Sonra, sirkə turşusunun siniflərarası izameri. Sirkə turşusu bilirik ki, karbon turşuları mürəkkəb efirlərlə siniflərarası izamerdir. Sirkə turşusu CH3, COOH. Bunun siniflərarası izameri metil formiat efiridir. Bunun molekulundakı sigma rabitələrinin sayı, sigma rabitələrinin sayını hətta biz belə də bilə bilərdik. Yəni, buradakı karbonların sayı C2, H4O2-dir. Ümumi atomların sayı 8-dir. 8-dən 1 çıxaram 7. Polyer rabitələrin sayı isə, baxaq, polyer rabitələrin sayı hidrogenlə karbon, oksigen arasında olan rabitələrdir burada. Yəni, 4 dənə burada hidrogen var və oksigenlə karbonlar arasında rabitələr də 4-dür. 8 dənə polyer kovalent rabitə vardır. Sonra gəldik 30-cu sual. Deməli, ümumi sınaq 4-ün belə deyim, 60-cı sualında bizə nə verilib? Su və hidrogen və oksigen arasında gedən reaksiya. Deməli, 2 mol H2O alınır. Diqqətlə baxaq burada. Hər ikisini mən eyni kütlədə götürürəm. Biz bilirik ki, bunlar hidrogen və oksigen 4-ün 32 kütlə nisbətində reaksiya daxil olur. Hər ikisini 32 qram götürsəm, bu zaman hidrogen bilirik ki, 4 qram sərf olunur, oksigen də 32 qram sərf olunur və 28 qram hidrogen alınır, artıq qalır, oksigen tam sərf olunur və 36 qram su alınır. O su əvvəl 0 idi. Baxın,
Əvvəldə götürdüyüm hidrogen və oksigenin kütlələri cəmi 64, sonda alınan suyun kütləsi 36-dır. Deməli, artıq qalan 64 ilə 36-nın fərqi bizə artıq qalan hidrogenin kütləsini verir. 28 qram. Deməli, hər ikisini m qram götürmüşəmsə, alınan suyun kütləsi 2m-7-dirsə, deməli, 7 qram hidrogen artıq qalıb. Deməli, hidrogen 7 qram artıq qalıb. Əgər hidrogen 28 qram artıq qalanda 36 qram su alınırdısa, onda 7 qram artıq qalanda nə qədər su alınır? 2m-7. Bu deyilir 2m-7 bərabərdir 9-a, m bərabərdir 8-ə. Bu ümumi sınaq deməli, sən izah idi, 2-nin izahı idi. Sorarsalar, ümumi sınaq uçar baxaq uşaqlar. Ümumi sınaq üçün izahına baxaq. Son 5 sualın izahına baxaq. Deməli, diqqətlə qulaq asırsınız. 26. 200 qram kalium permanganat duzunun parçalanması zamanı bərk qalığın kütləsi 8% azalıb. Bərk qalığın kütləsinin 8% azalması nə deməkdir? Yəni, 200-ün 8% nə qədər eləyir? 16 qram. Kalium permanganatın parçalanması zamanı bərk qalığın kütləsinin 8% azalması nə deməkdir? Yəni, buradan 16 qram oksigen ayrılıb. Onda belə yazıram. Deməli, kalium permanganatın deyir neçə faizi parçalanmışdır. Kalium permanganatın burada manqanın ayrım verilməyib. Manqanın ayrı 55-dir. Kalium da 39-dur. Və kalium permanganatın emeri 158-dir uşaqlar. Deməli, 32 qram deməli, oksigen əmələ gələn zaman 2 vurulsun 158 qram kalium permanganat parçalanırsa, 16 qram alınanda 158. Deməli, götürdüyümüz 200 qramın cəmi 158 qramı reaksiyaya girib. Bu da vurulsun 100, bu da edir 79%. 27-ci sual. Vinil-asetilin molekulunda karbon atomlarının hibrid orbitallarının sayını bizdən istəyir. Vinil-asetilin nədir? 3 qat rabitə C, CH, CH, CH2. Buradakı karbonlar ikisi sp vəziyyətdədir. İkisi isə sp2 vəziyyətdədir. Deməli, bunun hibrid orbitallarının sayı 2, 2, 3, 3. Cəmi elədir 10, 1-ə A uyğun gəlir. Metakril turşusu. Metakril turşusu. Deməli, buradakı metakril turşusunda COH. Buradakı karbon atomlarının deməli 3-ü sp2 vəziyyətdədir. 3 vurulsun 3, 9. Üstə gəlinsin. Biri də sp3 vəziyyətdədir. 9 üstə gəlinsin 4, 13. Aseton. Dörd, bu da 3. Cəmi elədir 11. B variantı. Sonra növbəti sual 28-ci. Qrafikdə azot və hidrogen qazlarının kütləsi arasında baş verən reaksiya zamanı maddələrin kütləsinin zamandan asılı qrafiki verilmişdir. A və B-ni müəyyən edin. Biz görürük ki, burada azot tam sərf olunub, hidrogenden artıq qalıb. Yəni, N2 üstə gəlsin 3H2, 2NH3 və burada azotun tam sərf olunması bizə nəyi göstərir? Bunu göstərir ki, deməli, azot 28 qram sərf olunanda, əgər 6 qram hidrogen reaksiya girib, 34 qram ammoniak alınırdısa, azot 14 qram sərf olunanda 3 qram hidrogen reaksiya girəcək.
və 17 qram alınacaq. Deməli, burada B 17 olacaq. Hidrogen 3 qram sərf olunub gəlib 11-ə düşəcək. Deməli, A-nı və B-ni müəyyənləməyimiz istəyirdi. A 11 olur, B də 17 olacaq burada. Sonra, sink hidroksidin termiki parçalanması zamanı maddələrin kütlələrinin zamandan asılılıq qrafiki verilib. Və bu suala bir dənə baxaq. Deməli, sink hidroksidin parçalanması zamanı, termiki parçalanması zamanı maddələrin kütləsinin zamandan asılılıq qrafiki. Sink hidroksid parçalanan zaman, sink oksid və su alınır. Biz bilirik burada. Deməli, burada sink hidroksid ümumi emeli 99-dur. 65 üstəgəlsin 34, 99. 99 qram parçalananda 81 qram sink oksid alınır. Bir də 18 qram su alınır. Əgər 8 tam, burada görürük ki, alınan maddələrdən ən çox alınan miqdar sink oksidə məxsusdur. Yəni, bu 8,1 sink oksidin kütləsini göstərir. Onda suyun da onda alınan miqdarı 1,8-dir. Deməli, B-də 1,8-dir. Onda sink hidroksidin reaksiya daxil olan parçalanan kütləsi də 9,9 qramdır. Deməli, sink hidroksid 9,9 qram sərf olunub, burası düşüb. 1,8-ə düşüb. Deməli, 9,9 qram sərf olunubsa, deməli, C 11,7-dir. Yəni, 9,9 ilə 1,8-in cəmidir. C-ni və B-ni bizdən istəyir zaten. Müəyyənlədik. 30-cu sual. Kürdün kalium hidroksid məhlulu ilə reaksiya zamanı alınan duzların kütləsinin zamandan asılılıq qrafikini verilib burada. Kalium hidroksidlə kürdün reaksiyası zamanı kalium sulfid və su alınır. Reaksiyanı əmsallaşdırsaq, bura 3 yazsaq, bura 2, deməli, bura 6 yazacaq, burada 3 yazacaq və buradakı olan oksigen atomlarının, hidrogen atomlarının sayı və kükürt atomlarının sayı, kalium atomlarının sayı bərabər damcı. Və burada diqqətlə baxaq, deməli, M-M fərqi 15,5 qramdır. Burada nə deyir? Alınan duzların kütləsinin zamandan asılı qrafiki. Baxırıq, görək bunlarda yaşıl və göy xətlər hansı duzların qrafikini göstərir? Kalium sulfidin kütləsi deməli 78,32 deməli eləyir 110, bu deyilir 220. Kalium sulfidin kütləsi isə 158 demirik. Bunlar arasında kütlə fərqi nə qədər olur? Normalda deməli 62 qram. 62 qram fərq olanda reaksiya daxil olur 96 qram kükürt, 15,5 qram fərq olanda olur, deməli, reaksiya daxil olan kükürdün kütləsi X. Bu deyilir, 4 dəfə azalıbsa, eləcək 24 qram. İkinci bizdən nə soruşur? Alınan oksigensiz duzun mol miqdarı. Fərq 62 olanda alınan oksigensiz duzun mol miqdarı 2 moldursa, 15,5 olanda X bu da eləyir, deməli 0,5 mol. Davam eləyək dördüncünü. Ümumi sınaq 4. Bir dəqiqə sınaq. Bir dəqiqə bu sınaq 4 atılmır.
Deməli 26-cı sual ümumi sınaq 4-də. 1 mol piritin yanmasından biz bilirik 2 mol sulfat turşusu. 3 mol sink sulfitdən. Sink sulfitin 1 molundan 1 mol sulfat turşusu alınırsa 3 molundan 3 mol sulfat turşusu alınacaq. Onda cəmi alınan sulfat turşularının mol miqdarı 5 mol olacaq. 5-i də 98-ə vursaq 490 eləyəcək. Sonra fosforun birləşmədə göstərdiyi oksidaşma dərəcəsi müsbət 3. Müsbət 3 hansı harada göstərir? Baxaq. Kalsium ortofosforda müsbət 5-dir. P-xloriddə xlor mənfi 1-dir. Fosfor müsbət 5, müsbət 3-dür. Metallarla birləşmədə mənfi 3 olur. Deməli, hipofosfitdə mənfi 2, müsbət 1, müsbət deməli 1 eləyəcək burada. Burada mənfi 2, müsbət 1, müsbət 3 eləyəcək. Müsbət 3-ə uyğun gəldi B ilə Y variantı. Müsbət 5-ə uyğun gəldi A variantı. Mənfi 3-ə uyğun gəldi C variantı. 28-ci sual. 10 qram karbon və kükürddən ibarət qarışığın tam yandırılmasından alınan qaz qarışığının hidrogenə görə nisbi sıxlığı 26-dır. İlkin qarışıqda karbonun kütlə payını və yanmaya sərf olunan oksigen qazının deməli mol miqdarını müəyyən edin. Gəlin baxalım bu suala. Tutaq ki, burada karbonla kükürdü x, y mol götürək. Deməli, bunların kütlələri cəmi, yəni 12x plus 32y bərabərdir 10-a. Bunların yandırılması zamanı x mol karbon qazın, x mol karbondan x mol karbon qazı alınacaq. Y mol kükürddən y mol SO2 qazı alınacaq. Alınan qaz qarışığının M ortası deməli, əgər hidrogenə görə nisbi sıxlığı 26-dırsa, deməli, bu qaz qarışığının M ortası 52-dir. Onda yazıram. Karbon qazının x mol karbon qazıdırsa, karbon qazı 44 deməli. Y mol SO2-dirsə, bu da 64-dür. Ortaya yazaq 52. Fərqlərə baxsam 12 olacaq. Bu da 8 olacaq. Deməli, 12 və 8 olacaq. 4-ü ixtisar eləsəm burada 3, burada 2 qalacaq. Deməli, davam eləyək. Deməli, x-in y-ə nisbəti bərabərdir 3-ün 2-yə nisbəti. Yəni, x bərabərdir 1,5y. Onda x-in yerinə 1,5y yazsam, 12 vurulsun 1,5y, üstə gəlinsin 32y bərabərdir 10. Bu da eləyir 18y, üstə gəlinsin 32y eləyir 50y bərabərdir 10-a. Y bərabərdir 0,2-yə. Y 0,2-dirsə, deməli 0,2 yazsaq burada x də olacaq 0,3. Deyir ki, birinci ilk qarşıda karbonun kütlə payını tapın. Karbon 0,2 mol karbon var idi ilkin qarşıqda. 0,3 mol bağışlayır. 0,3 mol karbon 0,3 vurulsun 12. Yəni 3,6. 3,6-nı böləcəm ümumən 10-a, vuracam 100%. Bu da eləyəcək 36%. Və yanmaya sərf olunan oksigen qazının mol miqdarı. Biz bilirik ki, karbonun yanmasına x mol oksigen, kükürdün yanmasına y mol oksigen. X ilə y-in də cəmi ümumilikdə 0,5 verir. Yazırıq bura. Sonra 200 qram miski nitratın parçalanması zamanı bərk maddənin kütləsinin zamandan asılı qrafiki verilmişdir. Deməli, mis 2 nitratın neçə faizinin parçalandığını və alınan bərk qalıqda duzun kütləsini müəyyən edin. Deməli, mis 2 nitratın parçalanması zamanı mis 2 oksid NO2 və O2 alınır. Bura 2 yazaq, bura 2, bura 4. Və bərk maddənin kütləsinin azalması ayrılan qaz qarışığına görədir. Yəni,
NO2 və O2-yə görədir. Burada baxıram. Deməli, NO2 və O2-nin kütləsi deməli 4 216 var vurulsun, cəmi. cəmi eləyir 200, 4 vurulsun 46, yəni 184, 182, 216. 216 qram azalan zaman miski nitratın emeri 188 edir. 2 vurulsun 188 reaksiya girirsə, burada isə 108 qram azalma var. 108-də onda X. Bu da eləyəcək 188 qram. Deməli, 200 qram götürdüyümüz duzdan 188-i reaksiyaya girib 12 qramı artıq qalıb. Sonra biz 2 nitratın neçə faizinin parçalandığını, yəni 188 qram reaksiya giribsə, 188-i bölürəm 200-ə, vururam 100%-ə, bu deyilir 94 faizi parçalanıb. Və alınan bərk qalada duzun da kütləsi. Duzun da kütləsi 12 qram olur. Sonra sual 30. Sual 30-da nə qeyd olunur? Deməli, X, Y, Z maddələrinin kiçik dövr elementləridir və bunların deməli, atomlarında ibarət dövr sistemində bir hissədə X elementlərin atomlarında 40 proton vardır. Deməli, mən bunu P yazıram. Buna da P plus 1 olacaq onda. Bu da olacaq P plus 9. 8 vahid çox olacaq. Bu da olacaq P plus 10. Deməli, bunların cəmi bizə verəcək deməli 3P plus 19 bərabərdir 40-a. Niyə görə belə yazırıq? Çünki alt-alta yerləşən elementlər, məsələn, tutaq ki, oksigen 8-dirsə kiçik dövrdə, onun aşağısında yerləşən kükürt 16-dır. 8 vahid çoxdur. Və yaxud da məsələn, azot buradadırsa, N7-dirsə, bundan sonra yerləşir oksigen 8-də, onun aşağısında yerləşən kükürt 16-dır. Yəni, mən bunun əgər P götürürəmsə, avtomatik bundan 1, bir də 8 vahid. Cəmi, belə deyək, 9 vahid fərqlənir. Bunların cəmi bərabərdir 40-a, onda 3P bərabərdir 21, P bərabərdir 7-yə. Deməli, X-in sıra nömrəsi oldu 7, Y-də oldu 16, Z-də oldu 17. İndi baxaq. X-in baş oksidinin formulu X, deməli, sıra nömrəsi 7-dir. Qısa elektron formulu 2s22p3-dür, yəni 5-ci qrupdur. Baş oksidinin formulu X2O5-dir. Y-in hidrogenli birləşməsi Y elektron formulu S2P4-dür. 6A qrupudur. Hidrogenli birləşməsi də olacaq H2Y və yaxud da YH2. Z 17-dir. 17-dirsə 3s2, 3p5-dir. Maksimal oksidləşmə dərəcəsi müsbət 7 olacaq. Deməli, H2Y müsbət 7.